8-ə baxaq. Ben Uşaqlar, inkar olduğunu diyorlar. bircə dəqiqə gözləyin. Demək burada nə gəlibdi? Of gəlibdi. Hələ Of var. törəmədən sonra of gəlməz. Nodan Gəlməz. sonra of gəlməz. Bir dənə of qaydasına görə 3 dənə variant çıxdı. Qaldı bizə some'danla. Some of us will go there today. None of us will go there today. Deyək, bizlərdən bir neçəmiz bugün ora gedəcək. Bizlərdən heç birimiz ora getməyəcək. Sonra 18-dən başqa nə var? Keçək 55-ə. 55-dən. Ben de 55'ten 20'de. 55-də 20-yə qədər uşaqlar. 5. 5. Burada rəqəmlər yaxşı düşməyib. 3, 4, 5. Ha, 5 budur. Hemen yukarıda. Uşaqlar, birinci cümləmizdən notu görürük. Eləmi? Aha. Hə. Hə, gəlin xorla deməyək. İnkar görürük. Sol tərəfdə, sağ tərəfdə isim görürük. Ne olacak? Ay, sol. Sormadan sonra isim. Düz deyirsiniz. Hamı düz dedi. Eşitdim hamınızın cavabını. Demək, Ben orada inkar olduğuna göre ben D'ni bir de E'ni sıkıştı. düz deyirsən. Aha. Demək, sağda bizim ismimiz var. İsmə görə törəmələrin hamısını çıxdıq. Qaldı bizə B ilə Y. Notla no işlənməz. Qalar bizə B variantı. Sonra 5'ə 20 demişdi bayaq uşaqlar. 20-yə qədər kimin səhv var? 19. 19-a qədər 17. 17. Sunay qoşula bilmirsən, hə? 17. Aha, 17-yə baxırıq. 17, 19, sonra 20. 10 da var ya 10. 10 da var. Baxaq ona. Opportunities imkan şans deməkdir uşaqlar. İsimdir. İsimdirsə nə demişdik? Törəmə. var diye ben. Aha. Ben töremeden sonra isim gelmez. Ay sağ ol. Ben Törəmədən cümlenin var diye en iyi nesamı çıxırıb. samla no-nu çıxaq. Yox. Hadli var deyə eyni və onun törəmələri işlənməlidir. Elə bizə qalır. Ama ben en iyi çıxardırıq da. İnkar yok da. Yox. Niyə yadından çıxıb? Cümləmizdə əgər if var idisə, biri had idi, o birisi hansı söz idi uşaqlar? Orada Ay sağ ol. Bəli, bax İbrahim. If without hardly varsa cümləmizdə eni və onun törəmələrini işlədirik. Eni və onun törəmələri bizim də əgər o tərəfdən testə baxsaq, biz bayaq dedik ki, cümləmizdə opportunities, imkan, şans bu isimdir. İsim olduğuna görə törəmələri çıxmışdıq. Eləmi? İndi gəl belə baxaq. Biz dedik ki, cümləmizdə hadli varsa eni və onun törəmələrini işlədirik. Onda götürürük A, Y variantlarını. Burada da nə var? İsim. İsim var deyə bu törəməni çıxırıq, qalır bizə A variantı. Yəni cümlənin testini, bu testi yəni bu şəkildə bayaq dediyimiz kimi də işləyə bilərik, belə də işləyə bilərik. İndi gəlirik 17-yə. 17-də give me nədir burada? Give me. Deyərik, give me something to eat. I'm hungry. Deyir, acmışam. Mənə yemək nəsə bir şey ver. Düzgün cavab nədir? B variantıdır. Sonra 19-u demişdi uşaqlar. Uşaqlar, help sözü mən sizə bir dəfə saymışdım da. Həm isim, həm feil olan sözlər. Məsələn, water, su, sulamaq. Help, kömək, kömək etmək. Wish, arzu, arzulamaq. Dream, arzu, arzulamaq. Yəni, bəzi sözlər ingilis dilində həm isimdir, həm də feildir. Help də onlardan biridir. Help burada nədir uşaqlar? İsimdir. Cümləmizdə eyni zamanda nə var? Bəli, without var. Yaxşı. Without var, götürürük, bizə axırda qalır eni. İsmə görə törəmələri çıxırıq, without-la da nə gəlir bizə? Eni işlədirik. 20-də. Yenə də fire var burada. Fire nədir? İsimdir. Hayır isimli mənim. Bəli. Törəmədən sonra isim gəlməz mənim. There is yox. Burada C variantı olacaq. There is no fire without smoke. Tüstüsüz. Bu elə bir ki ifadədir də uşaqlar. İfadələrdə həm də without smoke. Without bir var. Burada enin özünə aid olsun. Without bir də var. Without burada smoke-a aiddir. Without smoke. Tüstüsüz. Başa düşdünüz? Yəni yuxarıdakı cümləyə baxın, quruluşuna, buna müqayisə edin. Without burada any aiddir. Without any help deyirik. Heç bir köməksiz. Bir də var without burada smoke-a aiddir. Yəni fire-a aid deyil.
Ona görə variant C-ni götürürük. There is no fire without smoke. Variant C düzdür burada.